Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Tima canlı yayım zamanı həyətini izləyicilərinə nümayiş etdirib. O, həyətindəki yetişən ağacları göstərərək onlar haqqında danışıb. Səmimi anların yaşandığı canlı yayım izləyicilərin marağına səbəb olub. Həmin görüntüləri təqdim edirik. İstirahətim zülümdür. Bu Ferrari çox sağ ol, Azərbaycan bayrağı, Türk bayrağı çox sağ ol. Mən uşaqlar, istirahət nədir, mən onu bilmirəm. İstirahət nətər olur, onu da bilmirəm. Mənim üçün ən gözəl istirahət bilirsiniz nədir? Ev təmizləmək, qapı baca təmizləmək. Bacı, bu istirahətə gedənlər nətər? Mən gedirəm harası, elə bir tikan üstündəyəm, tez evə qaçmaq istəyirəm. Bu cəmaət gedir nətər istirahət edir, bu cəmaət gedir nətər gəzir, bu cəmaət gedir nətər dolaşır, mənim başım çıxmır. Mənim üçün istirahət ev yığışdırmaqdır bacı. Hə, mənə çatmır ki, bu cəmaət deyir ki, istirahətə gəlmişəm. İstirahət yoxu görməyəm, məsəl üçün. Getdin, gördün, indi anamı inşallah aparacam Xankəndiyə. Getsin, görsün, gəlsin evin eşiyinə. Görməyib də, Qarabağ görsün. Aysel, çox sağ ol. Belə, bu qədər. Yəni, bu istirahət, nə bilim, gəzmək ha vaxtdan istirahət olur. Gəzmək yorulmaq deməkdir. Çox sağ olun Aysel xanım, cibiniz dolu olsun. Almadı, öz qapımın almasıdır. Deyməz. Deysə nə olacaq ki Aysel xanım, narahat olma, qurban olum. Narahat olma, ölmə yağın altında, deysə heç nə olmayacaq. Salama, ümid. Gələcəm Bərdiyə qonaq. İnşallah sağ-salamat gəl. Mən sabah Bakıdayam. Sabah gedib, amma sabah səhər tezlə gedib, axşam qayıdacam. Moderator yox çatda. Bir gün qaldı, yox. Qalmağa getmirəm. Kart qoymuşsan, qoya bilərəm. Altıncı günüdür ki, kart qoymuram. Mənə deyin görün mənim müdiriyyətlərim. Maaşımı yığmışsınız. Alma yiyirəm, öz qapımın almasıdır. Bol kimidir. Bu əmrə bax. Əmr vermirəm, ayqadan alım. Mənim müdiriyyətlərim məni eşək kimi işlədir. Yeməklərini pişirirəm, içməklərini pişirirəm. Qışı qapısını təmizləyirəm. Bugünkü gün eşək kimi onlara qapı sürtmüşəm. Ondan sonra yol sulamışam, ağaçları sulamışam, qapını təmizləmişəm. Bugün paltar tüləmişəm eşək kimi. Özümü ötər eləmir amma. Eşək kimi səhərdən axşama kimi palanı taxıb, palan deyirlər azma. Nə deyirlər uşaqlar, eşəyinə taxırlar. Yəhər taxıblar səhərə kimi, eşək kimi mən işlədiblər.
Tima, niyə əl getmirsən? Qorxuram ki, gəlin çıxmaram. Qız çıxmaram. İndi baxımdan bir boyun yoğundan zaten tapıb gedəcəm hələ. Həyəti göstərir. Gördüyün nədir xanım? Gördüyün bu şey deyil, dəniz deyil. Həyət görürsən hal-hazırda. Yemək yeyəcəm. Reklamla bağlı sabah Bakıda olacağam. Zəng eləyə bilərsiniz. Biraz mədəni yedi. Ay 888. Allah haqqı mədəni yeyirəm. Prosto bilirsən niyə? Elə Almaddanı indi marça-març eləyir. Gidən yemək pişirəyən ajam. Həm də ki, sabah 5-6 dənə paltar seçim, görək səhərinə giyinəcəyik. Bir dənəsinə qərar vermişəm, amma əminəm ki, sabah səhər-səhər giyinib 2 günün qabağında duranda deyəcəm, yox, başqasını giyinim. Qudurmuşsan. Ham 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 ham. Bunu millət qudurdu. Ham 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 ham. Sabah Bakıya geyib qayıdacam. Bəli, tək yaşayıram. Bakının harasında olacaqsam. Mən Bakının Bayıla gedib, oradan da şəhərə gedib Bərdiyə qayıdacam. Bir yaz ki, bu cındırı da tutsunlar. Cındır sənin doğu vəkəlindir. Bax, sana pigment verdim. Şikayət eləyə bilərsən məni. Bir yaz ki, xaxın pullardır, müftə pullardır yeyir. Xaxın pulları ilə tualetin unitazını qızıldan düzəldənlərə iş gedib demirlər. Xaxın pullardır. Tim oturub qəpi quruşla bir təhər başını girələndirir. Xaxın pulları ilə necə ki, nə deyir? Cəmaət xaxın pulları ilə qızıldan unitazda oturur, daş başına. Sənin pulundan hansısa məmur qızıldan unitaza dırıqlayır, amma Tima qəpiklə ev eşik sahibi olmaq istəyir. Vallahi.